Ay nəzəri siz işarə elədiniz. Bu Tehranın danışqahı Şahzamanı özü atmosferi var idi. Bu burada qalsın. Biz sadə 78-də Kuyu danışqah məsələsi çıxdı da. Biz Nilülər getdilər Xabqaha, hətta danışdılar, xəbərlərdə, rüznamələrdə hamısı yazılmışdı o zaman. Ki danışdılar, Xabqalardan tulladılar yerə, bir sürü çaqquşu bərxudlar, polisi bərxudlar, xəşin bərxudlar danışdılar oldu. Hətta bir tədad danışdılar, yaralandı. Hala əxbarda dedilər, neçə nəfər öldü filan behman. İstəyirəm gəldim Şah zamanına. Şah zamanında da bərhal bir dənə Niruy polis var idi, bir dənə də savaş var idi. Şah zamanının mübarizələrinizin içində ki, siz də o yaddaşlarınızda da neçə dəfə işarə eləmişdiniz, hətta siz də tutmuşdular, bazuya edirdilər, bəzən neçə dəfə də vurmuşdular biləyizi filan. Bu danışqahın içinə girənlər, Şah zamanı nəzir edirəm, savaş nirular idi, yoxsa polis nirular idi? İndiki baxanda, indi danışqahın qapısı açıqdır. Yəni, bir dənə libas şəxsi də çox rahat girir, bir dənə polis də çox rahat girir, bir dənə ayrı bir nahat da çox rahat girir, girir danışığını da tutur, vurur da, hətta aparır da. Eyni bu səpş, eyni bu səliqə Şah zamanının danışqahında da var idi və şəkillər əvəz olmuşdu. Bunu da buyurasınız. Şah zamanında vaqiyyət budur ki, danışqahın məhdudəsində savaş ya ayrı bir nirular. O əvaxirdə ki, inqilaba az qalırdı, bəzi niruhay به اصطلاح مردم دیدله adları bir xas adı var idi. Bunlar bəzi yerlərə gəlirdilər. Vəli ondan qabaq vaqiyyət budur ki, qardı danışqah var idi. Qardı danışqah icazə verməzdi ayı niru. Məgər dedim də əvaxirdə ki, məsələn, Kuyu danışqahı qard eləyə bilmədi. Be istilah idarə eləyə, qardı biz vurduq, ötürdük buradan eşiyə. Bəraya əvvəlim var, ərtiş var idi, macir oldu. O əvaxirdə idi o zaman ki da təzahüratlar olurdu, böyük təzahüratlar. Ondan qabaq Niruy Savaşın demirəm evlərə, danışqaha gələ bilməzdi. Gəlsəydi də bizim xəbərimiz olmazdı. Biz Niruy qardı özümüzdə. Hətta mavini qardı vardı. Mən məsələn 20 dəfə, 30 dəfə tutub vurub. Bu mənə deyərdi ki, mənə təhdidi buyurdu ki, düzdür sözləri və cənnə səni verəcəm savaşa. Və cənnə səni verəcəm evinə, səni verəcəm qəsrə, səni verəcəm olan əlinə. Nəzərim, mənim əlimdə təpisirlərlə Komitə Müştərəkin mücazatları fərq edir. Təhdid elərdi bizi. Ki, məsələn, bu sözü deməsən düzünü, səni yollayacaq Komitə Müştərəki. Bəli, biz bu unvanı danışdıq, qardı danışqahının. İşdə bəli, kəlintəri də tuta bilərdi. Ərz eləyim, bəzi məvaqe Kuya dərz elədim. Sərbazlar da tökülə bilərdi, gələrdi. Bəli, usulən qardı danışqah, əmniyyət və o hesab intizamat danışqahı öhdəsinə idi. Yəni əvvəl qard müdaxilə edirdi, sonra savaş. Savaşın nəqşi nə idi? Savaşın nəqşi buydu, bu mübarizat-ı müsəllahanə nirulan bulan içindən seçər. Çünki savaşın işi bu deyildi ki, danışqahın məsailində dəxalət eləyə. Görə məsələn, İsa Nəzəroyda amfiteatr danışıqda nə dedi? Məgərin ki, qard tutardı, qard səni təhvil verərdi savaşa. Ya səni danışqahdan ixrac elədilər, mən danışqahdan ixrac olmuşdum. Neçə yerdə məsələn, deyədilər, bir Serahi Xoyda məsələn, otobuslara axtarırlar, bir fərdi axtarırlar məsələn, sən də nam nişanı olan içində. O zamanıdır ki, savaş ya tökülərdi evə. Evə qard danışqah getməzdi. Savaş gedərdi. Hətta bir gün mənim nənəm nəql edir, töküldülər evə. Sən bu kitablarını oyan eləyəndə bu rəisi
o quru Savaçı idi bir dənə. Dedi ki, nənə bu nə oldu böyütmüsən? Dedim, valla buradaydı, yapqaşaydı. Sübdə durardı, uşağın əksini öpərdi. Gedərdi mədrəsəyə, gələrdi evə. O zamandan ki, sizə vermişəm təhvil danışqaha, nə mən bilirəm oğlum harda, nə siz mənlə bilirsiniz hardadır. Özdə gəlmişsən, mənim üstümə çıxırsan ki, oğlun harda. Xop, sən de mənə, mənim oğlum harda. Mənzur deyir o rəisi, quruhu, o sərdəstəyi Savaş, dedi, nə nizam, düz deyirsən. Düz deyirsən. Bizlər Şəhristan uşaqlığa yolluruq danışqaha, danışqahda bunlar olurlar bir dənə dev, bir dənə çoxlu var idi bizim danışıqlardan ki, həmən adam ki deyirəm, bir 5-10 gün qaldı, zindan evində oldu, istilah, peykar, bu adam telefon tutmaq başarmazdı Şəhristanla. Mənə bir gün gəldi, dedi, sən nədir olur bu, nənənlə danışırsan? Mən başarmıram tutam dedim, bu şeydə tutum da sən danış. Dedim, telefonunuzun şumarəsi neçədir? Dedi, bizim telefonumuz yoxdur. Dedim, o heç telefonun yoxdur, sən danışılmasan ki. Əgər mən danışıram, bixatın ki, telefonumuz var. Mənzur, mən gördüm bu hələ o qədər piyadədir. Vəli 4 gün gedirdi zindana. Evində zindanı olurdu, düşürdü bu quru hayçilikin əlinə. Olurdu, tiri çıxırdı eşiyə. Tərəf, üzr istəyirəm, telefon tutmağım başarmırdı. 2 ay gedirdi danışqahda o yan bu yanda bir cəlləsələrə ya 2 gün düşürdü zindana çıxırdı. Sərhəng Amerika ayaqlardı durur idi. Bunu dünya təhəmmül eləyənməz. Bu həm bizə zərbəsi dərdi. Necə ki PKK. PKK ayın Mehran 40 il öldürdü. Hafız Əsədin sayəsindən. Bəşar Əsədin sayəsindən 40 il Türkiyədə Niro öldürdü. Niro'yu sərbaz, mümidanım, öz kəndlərindən, öz hesab qorucu deyirlər. Qorucuda məmur, məsələn, Küçər filan, Behman. Bunları 40 il öldürdü, 40 bin nəfərdən bir işlər adam öldürdü. Bəli, büyün özün münəll edir. Sən özünə də zərər verdi. Kütlərin də evin yıxdı. Kütlər əvəzin ki, bir dənə bir camiyə, mədəniyə gedələr, əşirəyə bir Nirolara təbdil oldular. Bəstə bir mühitləri oldu. Məsələn, bizim bu gedirsən, sən Türkiyədə Şırnaqa, Diyarbəkirə filana gedirsən, o tərəfə görürsən, o tərəfdə Rupa kimindir. İzmir elə bir Rupadır. Bəli, bu tərəfdə elə bir bizim Mabat. Bizim şəhərdə bu sözdür. Sən get Nəqədəyə, get Mabata, Miyandaba, get Xoya, get Yekana, üzr istəyirəm, elə bir Fərsudə, bidunu zirsaq filan Behman, gedirsən Şiraza, gedirsən Tehrana, görürsən baba, 3 təbəqə otobanlar var, filanlar var, Behmanlar var. Mənzur, bu mübarizə hər yerdə nə mənədir? Zimnin ki, o dövlətə, o millətə zərər verir, özlərinə də zərər verir. Bir dənə danışığı ki, olurdu çilik, bu bir Niroy nabığa idi, səramədir. Danışıyanı bu məmləkətidir, danışıqı sənəti şərifində olub, o zaman aliyami elidadı, ya danışqaha Tehran, danışıqı hüquq. O uşaqlar ki, buradan qulçin olurdu, gedirdilər, 3 ilin ərzində fəd olurdular, ölürdülər, zərərlər bizə dəyərdi, özümüzə dəyərdi. Elə savaşa zərər vurmurdular. Savaşa nə zərər vuracaqlar? Savaşın 10 dənə məmurunu öldürəsən, sabah 20 nəfər gətirə yerini. Ərteşsən neyə biləsən? Sən ərteşiməyi öldürməklə qutara biləsən. Sən nə qədər sərbaz öldürəsən ki, sabah ərteş quturlar. Vəli sənə nə mənədir? Sən həmlə edirdin siyahkələ, oyda 3 nəfər adamı yaralıydın, öldürürdün, onun sabahısı gəlirdi lacığına. Təbbahayı evində 9 dənə səramədanı məmləkəti öldürürdülər, 20 dənə həman cəngəldilər. Səramət danışdıları, nabığa danışdıları öldürürdülər. Yəni, dər nəticə Niroy mübariz, Niroy bu millət hər iki tərəf öləndə də zərbə görürdü. Nə fərq elər? Sən sərbazın öləndə də mənim nənəm elə yaralanırdı.
danışdım öləndə də mənim nənəmginə yaralanırdı. Biləxərə nənələridir ki, əzadar olurdular. Və bu da bu qələt mübarizədəydi. Bu qələt mübarizənin də bir zaman be istilah faalı biz idik. Mən indi əgər bu işdən əl çəkmirəm, özüm bilirsən mənim biləxərə hətta qəl hüququmuz var, hətta qəl sinnəqanlığımız var. Mən eləyə bildim, gedəm oturam. Öz evimdə rahat sinnəqanlığım eləyəm. Deyirəm, biz bir zaman bu millətə zülm eləmişik. İndi bizim vəzifəmizdir bu millətə deyək, amandır. Məxsusən bizim bu ifratilərimiz hələ təzə-təzə başlayırlar ki, əsləhəyi pedəri qocaz. Baba da əsləhəyi pedəri sənin deyə bir sınıq birinin var da ya dədən quyuluyub ya sən quyulamısan da aradan gedib, sürüyüb gedib. Səncə mübarizəyi mədəniyyət. O tərəfdən də bizim bu əhzab-ı vaqeinin şekli tutmasının məsulü yine bu məsullardır. Yine bu məmləkətin məsullarıdır. Yəni huş eləmirlər ki, sən eləyə biləsən 40 il, 50 il, 60 il, nəhayət 80 il. Ondan izafə heç kəs eləyə bilməyib bir dənə millətə biduni hizbahayı İngilistان kimi sən gərək bir dənə bir ustaxanlar bir hesab sümüklü dünyalı bir dənə əhzabın ola ki, bunları eləyə bilərlər sənin bu millətin 500 il, 1500 il, 2000 il qabağa apararlar. Sən günə möhtacından olmaz ki, büyünü də geçirtdik, həmlə olunmadı. Xoş sabah necə? Sabahı da geçirtdik, gördün, həmlə olunmadı. Sən indi 45 ildir cəngidəsən, abət. Biz o gün ki getdik Səfarət Amerikanı. Hesab təsqir elədi. O gün cəng başlanıbdı. Bir gün kimin dilaməsi var. Ay cəng olmaz, olmayacaq filan beymən bunlar hava sözdür. Biz elə o gündən ki səfarəti tutduq. Əvəzin ki o casuslara deyək, zənnim olunsun eşiyə. Zərfi 24 saat məmləkəti tərk eləyin. Getdik qılağı tutduq, 400 gün zindanda saxladıq. 8 il Əraqla Bekub baisi oydu. İndi də ki büyük bu vəziyyətimiz var. Ərz eləyim ki, nə baisi o məsaildir. Bir də əfrad vardılar ki, əxirən bilmirəm, eşitdiniz ya yox. Ağa gedib Ərəbistanda şeir verirlər, danışıb, bir sözlər deyib. Axı bir tərəfdən biz yalvarırıq, ondan gəlin aramızı düzəldək filan eləyək. Bir teydət var ay Mehran. Mən bir tezim vardı ki, İran eləyə bilər Türk məmləkətlərinin özünü neyləyə? Bura bu unvanı səraməd olar. Bunların hamısının üstündə olar. Biz bir vəziyyətə gətirmişik indi ki, onları özümüzə heç hissədə düşmən edir. Yəni heç hissədə. Şəxsi məsaili ki, bir xanavadədə ər-arvad davasıdır, bunu təbdil edirik Azərbaycanla İrana. Bir məsaili ki, mərzidə əslən qeyri qabil təsəvvürdur, bunları təbdil edirik. Bir nəfər bir idarədən, ya bir nahatdan, ya bir sazmandan, ya bir qrupbandan, ya bir pasqatdan, bir dənə PJK, PKK-ya büyün bir istilah əman versə, gətsə bu tərəfə, sabah bu olacaq iki məmləkətin məsələsi. Biz ya siyasət başarmırıq, der nəticə eləyə bilmirik elmi siyasəti qabağa aparaq. Biz elə ya ögəşmişik ki, bir hesab mərcibər filan, bizimki mübarizədir Türkçü. Bizim siyasətimiz yoxdur bu təəssüfən. Bizim əvvəlin bu iki siyasətimiz yoxdur, məmləkətdə düzgün bir hizbimiz yoxdur. Məmləkətdə heç kişvər isə dünyada tapanmasan ki, 30 nəfər o millətin adamı ola biləsinə radyo, televizyon verməyədir. Get Danmarka, mən getmişəm hamısına. Gedib radyo, televizyonlarında həm danışmışam, həm danışıbla mənlə. Siz neçə nəfərsiz? Deyib, biz 11 nəfər yazdıq ki, biz İranlıyıq, bəli, Türk'ük. Bizə bəxşi Türkiye orada radyo verdiler.
televizyon verdiler. Son vermişler faslara. Biz gittik dedik ha biz de İranlıyız. Vəli fas değil. Ana dilimiz Türk'tür. 11 nəfər imzaladı, özü tərəf mənə deyir. Mən ona qonaq idim, o radyo televizyonda. Orada mənə deyildi ki, biz 11 nəfər imzaladıq, verdik. Dövlət Danmark buranı verir bizə. Burada siz bərnamə pəxş eləyin öz ana dilinizdə. Mənim məmləkətimdə hələ o kanallar ki, ana dilində bərnamə pəxş edirlər, ziddi ana dilidir. Yani kaş olmayayız onlarda. Bərain ki, bunlar səyilirlər iki millətin. Biz bir dənə milləti çə Azərbaycan ola, çə İran ola. Bir millətik, bir zaman Ruslar gəlib oranı alıblar, oraya İrandan ayrılıb, sonra da özləri mübarizə ediblər, müstəqilli bir dövlət. İndi bizim niyə bu ağrımıza gəlir, çətin gəlir, bizə mən mətəl almışam. Mən tamamı bu cəlləsələrdə deyərəm, ağa, sən mənə şuar vermirsən bizə də Azərbaycanın şumalını alaq. Mən varam burada da nəm nə deyirsən, bismillah. Pul verirsən, ver mənə. Vurursan ki, məni vur. Axı, niyə özüyən dərdisər yaradırsan? Bizim mütəəssifanə o mübarizatımız ki, danışqahda olub, bugünkü bir siyasətə o məsələdən naşid. Biz fəqət mərcibər filanı başarırıq. Biz fəqət düşmən demək başarırıq. Biz yani hansı həmsayədən bizim rəvabitimiz düzdür? Bir nəvə bir mənə desin ki, Azərbaycan şumalı pisdir, Türkiyə də pisdir, Əfqanistan da pisdir, Ərəbistan da pisdir. Kim qaldı? Bir nəfər deyəcəm mənə. Qalıb bir dənə Əraqla Suriyə, onlar da hələ məsaili ayəndədədir. Hələ 200 il qalır Əraqda kuşlar ola, Suriyədə kuşlar ola, ta gələl yetişələ bizim həddimizə ki, aman gəlin camiyi mədəni təşkil verək. Ameyram, mən bunu həmişə demişəm, bizim nəsl, biz axırı nəslik ki, bu cür şiftəyi bularıq. İndi çoxlu cavanlar mənim sözümə baxmır. Çoxlu uşaqlar mənim sözümə baxmır. Deyirlər, nə mən eləcəm deyəcəm. Xob, tərəflə nənəm nə deyir? Tərəf o məqalələrdə də cavab yazanda, sən deyirsən, biz tərciyə tələb dəyirik, panturkizm dəyirik, bəli, mən deyirəm onu. Xob, bəniyə filan vərzişgahda bir nəfər pərçəmi Azərbaycanı açıb. Deyim, utanıb xəzalət çəkmirsən sən. Bu şəhərdə neçə nəfər üz üstürəm futboluş var. 100 nəfər olar. Xob, indi mən bir istinadı o. Gəlim sənə bu cür bir dənə nisbət vereyim. Girəm bir nəfər də pərçəm açıb. Əvvələn o sənin günahındır. Sən bunu yetişmişsən, o əndazəyi özündən zidd eləmişsən. Sən 40 ildir mənə deyirsən tərciyə tələb, mən tərciyə tələb olmamışam. Bir miqdar özümün üz üstürəm besamərliğindəndir. Olar mı bir dənə insanda sən 40 il deyəsən panturkizm, 40 il deyəsən tərciyə tələb, 40 il deyəsən casusu biqanə, nökəri Erdoğan Əliyov və bu olmuyor. İnsan, sən 4 nəfərə desən bu yaxşıdır, üz üstürəm o kəndə çəkəsən. İndi gələsən 4 nəfərə deyəsən, mənim bir dənə üz üstürəm, nənəm mağaradır, pis havadır. Xuday aləm şahidi bir sözlər deyərdi ki, mən indi o sözlər yadıma düşəndə otururum ağlarım. Əslən, elə sözlər deyərdi, o bir pis adamı gördün, oğurluq edir. Getdiyinlə sən çox yaxşı adamsan. Əslən oğurluq eləməz. Gözünlə görsən oğurluq eləyib, ona demə oğurluq elədi. Sən ona vaxtı deyirsən oğurluq elədin, o getdi o səfərdə, qutuldu da. Ondan sən qurtulacağın yoxdur. Ay Mehran, biz müttəhəmləri tadilə gətirərdilər. Bir düşərdi məsələn mənim şöbəmə, gəldim uşaqdır, məhsildir, cavandır, filandır, azad elərdi. Görərdin o bir şöbədə, məsələn bir dənə bir ayrı bir ərstadilaq var, verib zindana. Qalardı onun əlində, o bu şəhər olardı bir bəla. Çünki bir adam bir ay gedə qala bu zindanda, qutuldu da bu şəhərin bəlası olardı. Onun
Sen kurtulacağın yoktu onun elinde. O zindaneler içi affedirlər, nə midədən filan edirlər, çıxırlar eşiyə. Baxsan, əksəriyyəti dubara qeyd edilir. Bəran ki, sən onu müttəhim eləmişsən, o yolu qoymuşsan boynuna. Sən onu eləmişsən oğlu. Sən onu eləmişsən adam öldürə. Sən onu eləmişsən ziddi zət. Sən onu eləmişsən ziddi məmləkət. Qutulub gedib. Sən gəlsə eləyəsən onu cəzb eləyəsən özüyə. Bu iş bizdə yoxdur da. Mən mətəl qalıram vaqiyyət. Bizim ağıllılarımız hardadılar. Bizim ağıllılarımız bu məsali görüblər gəliblər. Tamam bu ağalar içi, bu ruhanilər içində iş üstədilər. Bunlar bu məsali görə gəliblər hamısı. Sən deyilən ki, o qudrətli bilmirəm, o puldur, nədir? Nə mənə mani olur? Tabi para məsaili vaqiyyət eləyə bilər. Beynimizdə həll eləyək. Öz aramızda, öz zaməyimizdə həll